Salam, sabahınız xeyir əziz dostlar. Bir dəqiqəlik canlı efirdə anons edəcəm. 3 saatlıq uçuşum var. Bakı vaxtı ilə saat 12-dən sonra telefonuma zəng çatacaq və rəngarəng zaurun verilişinə məni qoşacaqlar. Bu dəfə bütün bu söz söhbətlərə sənədlə, sübutla son qoyacağım. Çünki şifahi danışanda qarşı tərəfdə oradan şifahi danışır. Düzdür, sözdə deyir ki, sübutla danışıram, amma sübutunu qoya bilmir. Mən indi sübutları göstərəcəm və bununla da düşünürəm ki, mənim sübutumun qabağına sübutla, sənədi sübutu, ayın tarixi ilə qoya bilən ola bilməyəcək. Ona görə də mən bu dəfə Zaura da bildirdim ki, Zaur, xahiş edirəm efirdə göstər. Sənədi, sünədi göstər. Ondan sonra söz söhbət kəsəcək. Mən görürəm bu xəmir çox su aparır. Olmaz, bizim yaşımıza, başımıza da yaraşmaz. Vəfa məndən 10 yaş balacadır. Hərdən orada bəzən yazırlar, ya qəsdən yəqin ki də belə düşünürəm ki, qəsdən yazırlar ki, nə istəyirsən o uşaqdır. 10 yaş fərq olanda uşaq olmur. 10 yaş düşünürəm ki, hər ikimizin elə yaşımızdır ki, nə o uşaq deyil, nə də mən uşaq deyiləm. Hər ikimiz yaşımız yolun ortası, yolun yarısı. Artıq Vəfanın da yaşı 40-a az qalıb. Yəni elə də az yaş deyil. Yəni 20'li yaşlar deyil də, 40'a yaxındır. Ona görə də mən düşünürəm ki, sənəd sünədlə bu söz söhbətə son qoyacaq. Saat Bakı vaxtı ilə 12'dən sonra mənim sübutlarıma baş ağrısı da olsa sonuncu dəfə baxarsınız. Öpürəm sizi, sağ olun.